Bakının 32 kəndindən ən kiçiyi olan Bibeybətin yığcam görkəmini bir tərəfdən mavi dəniz, bir tərəfdən üst-üstə qalanan qayalar bəzəyir. Pilləli evlərin eyvanı, gözəl mənzərəyə açılan bu kəndin ən qayğısız sakinləri elə bu uşaqlardır. Dəniz qucağında böyüyən cəld, qıvraq hərəkətləri ilə bir-birinə meydan oxuyan sabahın əskərləri bu uşaqlar. 32'den biriyim bir hekaye. Denizden, semadan, küləkdən soruşdum. Denizden, semadan, küləkdən, gözlərdən, dillərdən, ürəkdən, arzudan, ümiddən, diləkdən soruşdum, hamıdan soruşdum. Kimsən sən, kimsən sən, soruşdum, kimsən sən. Onun üçün dəniz indi xatirələr sahilidir. Dəniz sahilində böyümüş bir insanın dənizdən əziz həmdəmi çətin ki olsun. Bibeybət kəndinin başı dağlara söykənib, ətəyi gümüş sularla sərhədlənib. O da ömrünü, gününü dənizə bağlayıb. Dəniz qırağında böyümüşük biz burada. Böyüklərimiz bizim ovçuluqla, balıqçılıqla məşğul olublar. Qabaq burada qayıqlar olubdu, burada gəlirdilər, yanırdılar. Balıq və təkəsi getirirdilər burada. Dəniz 1-200 metrə aralıydı burada. Bura Qaradaşa üzə gələndə hər adam üzə bilmirdi uşaqlardan. Biz çox meyliydik burada. Üzməyə həvəsimiz də var idi. Burada görürsünüz şeylər vardı, boylar vardı. Bunları keçib bu yana gedir, axarı düşüb batmasınlar. Yəni, beləliklə çox vaxt balıqçılıqla məşğul olublar bizim böyüklərimiz. Mənim atam da özü neft mədənində işləyib, babam da neft mədənində işləyib. Bizdə kənddə çoxsu ovçuluqla məşğul olub. Mənim atam da ovçu olublar. Uşaqlıqda onlarla gəlirdi burada quşlarda. Həmsöhbətimiz deyir ki, dəniz çəkiləndən bin-bərəkəti də özü ilə aparıb elə bil. O çəkildikcə sanki xatirələr də uzaqlaşır bizdən. Dəniz ruhum, sakitliyim, dincliyimdir deyir. Bizim də rəmzimiz Qaradaşdı orada. Ruslar ona həmişə Duxançıq deyirdilər. Yəni, çox adamlar orada üzüb gedib qayıda bilmirdilər. Kənd cəmaatı da ona bizim rəmzimizdir bu, Qaradaş deyirik bunu. Burada köhnə buruqlarımız vardı, yerləri də qalıb burada. Buruqlar, ayaqları qalıb. İndi yeganə bir dənə körpü qalıb. Özü də görə bilərsiniz ki, burada köhnə sıvarlardan, köhnə taxtalarla hamısı qalıb. Bir dənə gəlirik, baxırıq. Çox qayıqlarımız var idi. Burada balıq çox idi, həddindən artıq çox idi. Cürü-böcür balıqlar var idi. Dəniz çox gəlib qabağa, 1-200 metr dəniz qabağa gəlib. Xoşumuza gəlirdi, biz Qaradaşa üzərdik həmişə. Qaradaşda gedib burada balıq tutardıq. 12 yaşından üzgüçülüyə başlamışam. Bizdə xilas etmə vardı Şıx çimərliyində. Biz orada gedirdik, baxırdıq, onlar necə xilas eləyir. Həvəsimiz vardı ona xilas etməyə, maraqlarımız var idi. Şıx çimərliyində, böyük çimərlik idi orada. Bakıda ən demək olar ki, birinci çimərlik vardı, orada Şıx çimərliyi. Biz də uşaqlar kömək eləyərdik. Mən özüm peşəkar dalğıc xilas edici, dalğıc təlimatçıyam. Dəniz çəkildikcə xeyir-bərəkət də gedir. Qabaq nə qədər suitilər burada vardı. Qaradaşlı nə qədər suitilər olurdu burada. Baxırdıq onların suitilər burada balıq gəlir, burada
dəniz qırağını balıq çıxırdılar. Yeyirdilər balıqdan, biz də baxırdıq onlarla. Xoşumuza gəldi. Orada çox üzmüş, həddindən artıq. Bizdə balaca uşaqlar vardı, hansı ki, həsrət edirlər ki, oraya qoyurduq çiynimizə onları, apardıq oraya. Hamısı çox maraqdır ki, orada nədir o Qaradaş. Biz onun ətrafını, bütün hamısı suyun altını, bütün ətrafını gezirdik. Maraqlı bir şey axtarırdı ki, bəlkə bir qədimi bir şey tapaq. Ancaq ki, əfsuslar olsun heç nə. Yalnız qayalıqdır. Atamın dayısı oğlu dava vaxtı gedib orada adını yazmışdı Əbdülrəhman. Və o adla qalıb orada, hindiyəcən orada daşın üstündə. O da davadan getdi, qayıtmadı. İkinci Dünya müharibəsində. Dəniz sahilindən kəndin başına qədər məsafəni getmək 10-15 dəqiqə çəkir. Bu balaca kəndin adamlarının ürəyində dəniz genişliyi var. Dözüm və vüqarı isə dağlardan alıblar. Bizim bu qayanın üstündə mayak var. Odur ki, dənizdən gələn bütün gəmilərə, zavallar gəmilərlə gəlib, onlara yolu göstərmək üçün gecə yanıb sönürdü ki, yolu göstərsün ki, bu haradır, nədir, belə bir şeylər vardı. Bizim kənd qədim kəndlərdən biridir. Bura kasıbçılıq kəndidir, ən kasıb kəndlərdən də biridir. Bu cəmaət özləri, öz əkin yerləri olub, bostanları olub, vətəqələri olub, daş kərxanaları, bu işləyəndəki mədənlərdə işləyiblər. Dəniz və dağ birləşməsi unikal təbiət hadisəsidir. Bibeybət kəndinin belə bir coğrafi mövqeyi onu digər kəndlərdən fərqləndirir. Kəndin yuxarısından aşağıya qədər evlər pilləli yerləşməsi ilə diqqət çəkir. Hal-hazırda olduğumuz məkan Bibeybət kəndimizin ən gözəl guşələrindən biri olan yerdə yerləşir. Bu yerdə Sovet dönəmindən ta bugünkü günə qədər şöhrəti ilə məşhur olan istirahət zonasındayıq. Və bu istirahət zonasında yerləşən hər iki inzibati bina müalicəvi işıq sanatoriyası adlanır. Lap əzəl dövrlərində bu yerlər daşlıq, qayalıq, sıldırım daşlardan ibarət idi və sonradan bu yerlər dağıdıldı və hətta 84-85-ci illərdə partladıldı və bu yerdə bu işıq sanatoriyasının tikilməsi üçün geniş şərait yarandı. Sual oluna bilər ki, işıq sanatoriyası məhz kəndin niyə görə bu yerində inşa edilmişdi? Kəndin, yəni bir hissəsini dəniz kənarı, sahə və bir tərəfində dağ, yəni bu iki neymətin səfası buna imkan verib ki, bu yer münasib bir yer seçilib, nəzərdə tutulub və bu yerdə də bu işıq sanatoriyası tikilmişdir. Həm də bu yerdə, yəni kəndin qurtaran hissəsində müalicəvi su 80 dərəcədə isti su xaric olunur, çıxır və onlar çənlərə vurulur və burada yay vannalarına daxil edilir. Bir vaxtlar Bibeybət kəndinin ərazisində ovdanlıq deyilən bir yer olub. Kəndin bağ-bağatında püstə, əncil ağacları yetişib. Bəzi həyətlərdə hələ də püstə ağacları var. Mövsüm vaxtı yaxşı bar verir. O vaxtı indi odan olub, bizim bu dəniz qırağında odanımız olub. İndi Veliparkdır ora. Ora Dostluq Parkı yaratdı o vaxtı. Bütün orada SSR-nin böyüyü Brejnevdə, bütün ölkələr, Qazaxıstandan zatlar orada afişa da var ki, gəlib ağaclar əkiblər. Orada Dost Parkı idi. Dəniz qırağında su çıxırdı, müalicəli su çıxırdı. Onun kükürtlü su idi də. O yarı zad o düşən kimi onu bir balaca vururdun, duzlu su idi. Bir günə sağalırdı yaralar. Burada qabaq dağın dalında maşın yox idi axı. Maşın yox idi, maşının yerinə kukuşkalar var idi, belə balaca poyizlər var idi. Atla bağlı cəmaatı netçiləri daşıyırdı net borularına. Cəmaat işləyirdi. Burada bu zona hamısı elə Bibeybət zonasıdır. Neftə uyğun, qaza uyğun cəmaat çalışırdı, zəhmət çəkirdi. Bu kənddə dağın üstündə yaxşı bağlar vardı. Bu bağlarda pistə ağacı da olub, əkiblər. Əncil ağacı da çıxıb, dənizin qırağında qarpuz əkirdilər, məhsul götürürdülər. Belə
inkişaf eləydi kənd. İndi düzdür, o köhnə qədimli bağlardan ancaq 2 dənə pistə ağacı qalır. O pistə ağacı da bəhər var. Burada hər kəsin tanıdığı və həyat hekayəsini əzbər bildiyi bir ev var. Kəndə daxil olan kimi hamı onu nişan verir. Bu, akademik İziya Bünyadovun ata ocağı və ömrünün sonuna kimi onu bu kəndə bağlayan həmin evdir. Bibeybet kəndi Bakının ən qədim kəndlərindən biridir. Yeganə kənddir ki, həm dağ, həm dəniz tərəfindən ətrafı bürünür. Bakının heç bir kəndi bir tərəfi dağ, bir tərəfi dənizlə əhatə olunmayıb. Bizim Bibeybet kəndinin ən sayılıb seçilən insanları vardı. Onlardan biri də Sovet İttifaqı qəhrəmanı Ziya Bunyatovdur. Hansı ki, o buranı tərcümə edib. Gördüyünüz bu ev Musa kişinin evidir. Ziya Bunyatov burada yaşayıb, neçə illər yaradıb. Bu İsa kişinindir, bu isə Musa kişi. Bunlar iki qardaş olublar. Musa kişinin oğlu Ziya Bunyatov olub, Sovet İttifaqı qəhrəmanı. Deməli, Musa kişi olub ezamiyyətdə, Ziya Bunyatov da Astara şəhərində anadan olub. 3 yaşında qayıdıblar Bibeybet kəndinə. Və bu evdə yaşayıb neçə illər, indi də hələ onun qohumları, bacısı burada Ela xanım yaşayıb, bu ev durur. Ziya Bunyatovun ömrünün çox hissəsi bizim bu kənddə olub. Kənd insanı tanımaq üçün ən uyğun yerdir. Burada hamı böyüdən kiçiyə bir-birini tanıyır. Gözəl bir deyim var. Könül sığan yerə kənd sığar. Rastlaşdığımız hər kəs kənddə mehriban ünsiyyətdən, böyük kiçiyə hörmətdən razılıq edirdilər. Hər bir kəndin maraqlı insanları olduğu kimi bizim də kəndimizdə maraqlı və çox yumor hissi olan bir şəxs var, bizim kəndimizin sakinlərindəndir, Tahir müəllim. Allah ona möhkəm can sağlığı versin. Hal-hazırda yaşad olub, amma cavanlığını həqiqətən teatr səhnəsinə həsr etmişdi. Tahir müəllim mərhum Yaşar Nurinin atası ilə birgə Muzikamediyada işləyib çalışmışdılar və həmişə Yaşar Nuri o Tahir müəllim üçün deyərdi ki, sən mənim atamın yadigarısan. Sən mənim atamın yadigarısan və aktyorlar öz aralarında yumor hisslərini bölüşmək üçün bir-birlərinə müxtəlif ləqəblərlə müraciət eləyərdilər. Və Tahir müəllimə öz aralarında həmişə Bığ Tahir deyib müraciət eləyərdilər. Mədəniyyət evinə təyin olundum müdür vəzifəsinə. Həmin müddətdə bizim orada tamaşalar da göstərirdik, kukla tamaşası da göstərirdik. O cümlədən də tanımış adamları da mən dəvət eləmişəm. Nəsibə xanım gəlib bura, tamaşalar oynayıb, Yaşar Nuri, Siyavuş, Hacı Baba, bütün kənd əhli sevinib, şad olublar ki, bunlar bizim kəndə gəliblər. Bizim Bibeybet qəsəbəsi çox gözəl kənddir. Sanatoriyanın kinoteatrıdır bura. Təmir olunandan sonra bura biz dəvət eləmişik. Bütün aktyorları burada, müğənnilər də burada tamaşa zad göstəriblər burada. Konsert olub, yaxşı da keçib, razı qalıblar hamısı. Bütün bizim Bibeybet qəsəbəsi seviniblər, şad olublar. Yay klubudur bu. Bizim burada sanatoriyadan bütün şəhərlərdən, rayonlardan gəlirdilər, dincəlirdilər burada. Yaşlı adamlar idi hamısı. Bibeybet qəsəbəsi gözəl qəsəbələrdən biridir. Abadlaşdırılıb, kənd cəmaatı hamısı razıdır. Mən köhnə məhəllədə olurdum, Kubinkada. Ona görə gəldim bura. Və mən indi burada yaşayıram. Kənd təbiətin insanlara verdiyi ən gözəl ərmağandır. Təbiiliyin, dinclik və sadəliyin ən gözəl halı. Və kənd deyəndə ilk ağla gələn də təzə təndir çörəyinin ətri, torpağın qoxusudur. Bir də çörəyini, süfrəsini açıq ürəklə paylaşmağı bilən
sadə zəhmət adamları. Bizim kənddə 2500-3000 adam yaşayır. Qədimdə də bizim böyük adətlərimiz olub, əl tutmaq, əl tutulub, xeyirxahlıqla məşğul olmaq olub. İndi də bizim içimizdə xeyirxah insanlardan var. Onun da biri xanlar qardaşımızdır. Bizim xalqımıza mənsub olan insanlarla mərhəmətli olmaq, insanlarla gözəl rəftar qurmaq. Bizim də kəndimizdə buna misal olaraq çəkmək olar. Sakinlərin içərisində elə şəxslər olub ki, maddi baxımından zəngin şəxslər olub, sərvət sahibləri olublar. Onlar ancaq və ancaq öz ailələrinə, öz qohumlarına köməkliklərini yox və bir qədər də geniş miqyaslı şəkildə ətrafına, yəni kənd əhlinin güzaranlarının dolanışığı üçün dəstək olublar. Və onların içərisində dünyasını dəyişən sakinlərimiz də var və hal-hazırda olan şəxslər də var ki, Allah onları salamat eləsin. Onlardan da biri daim bizim tədbirlərdə yaxından iştirak edən Xanlar müəllim Hüseynovdur. Bu balaca kəndi gəzmək çox da böyük vaxt istəmir, amma hər küçəsinin, hər dalanının öz xatirəsi, öz hekayəsi var. Dayandığımız yer Bibi Heybət kəndinin əsas giriş küçəsidir və bu küçədən bir çox məhəllələrə qollar ayrılır. Amma bu küçənin adı 1-ci Qarabağ müharibəsində qəhrəmancasına canını vətən yolunda fəda verən Quliyev Namiq Əliyullah oğlunun adınadır. Bu şəhid bu evdə doğulub boya-başa çatmışdı. 1961-ci il təvəllüdlü və 1994-cü ilin sentyabr ayının 22-sində şəhadət zirvəsinə yetişmişdi. Allah rəhmət eləsin bu şəhidimizə. Və bizim o dövrdə, yəni 1-ci Qarabağ müharibəsində iştirakçılarımız bir çox sayda olublar. Və 2-ci Qarabağ döyüşündə də təbii ki, bizim bu kəndimizdən bir neçə şəxs o ordu sıralarına qatılmışdı və ondan da əvvəl Dünya müharibəsində 1941-1945-ci ildə bizim kəndimizdən təqribən 100 nəfərə yaxın, lap dəqiq desək 99 nəfər soydaşımız ordu sıralarına qatılıb, o müharibədə iştirak edib və qəhrəmancasına həlak olmuşdular. Və dövlətimiz, xalqımız onların ruhuna ehtiram olaraq elə kəndimizin girəcəyində onların adına abidə ucalmışdı və lövhədə onların adları qeyd olunmuşdu. Və kəndimiz bütün tədbirlərdə, bütün mərasimlərdə, bu müharibələrdə canlarından keçən soydaşlarımızın ruhunu anırlar, onların ruhlarına ehtiram göstərirlər. Hər güşəsi insana sakitlik, rahatlıq gətirən bu kənddən görüb götürdüklərimizi kameranın yaddaşına aldıq. Abad, təmiz daş döşəməli küçələri, əyri köndələn dalanları, rəssam əli toxunan tabloya bənzəyən Bibi Heybət günəşi dənizdən salamlayır.